15 yaşlı xanım xəstə və il yarımda aybaşları başlayıb. Aybaşları başlayandan süd vəzi giləsindən, əsasən də bir süd vəzi giləsindən ifrazat gəlir, şəffaf ifrazat gəlir. Əslində aybaşlar başlayandan ilk 2-3 il ərzində hormonal stabilliyin olmaması ilə əlaqədar, yəni hormonal statusda tam stabilliyin, balanslaşmanın olmaması ilə əlaqədar həm süd vəzi giləsindən bu şəkildə ifrazatın olması, həmçinin aybaşların qeyri-müntəzəm olması, 2-3 aydan bir olması və yaxud da ki, bir ay ərzində 2 ay başının olması normal hal sayılır və bu zamanla qaydasına düşür. Ancaq istənilən vəziyyətdə xanım həkim müayinəsində olmalıdır. Çünki burada həm həkim müayinəsi, həm instrumental müayinələr, ultrasəs müayinəsi, həm də düzgün toplanmış anamnezin çox əhəmiyyəti var. Məsələn, əgər xəstə nevroloji müalicə alırsa və yaxud da ki, həzm pozğunluğuna bağlı, mədə bağırsaq problemlərinə bağlı müalicə alırsa, istifadə etdiyi dərman preparatları süd hormonunun, prolaktinin səviyyəsini artıra bilər və bu gilədən patoloji ifrazatın gəlməsinə gətirib çıxara bilər. Bundan başqa süd vəzidə yanaşı olaraq qızartı, şişkinlik, palpasiyada ələnən törəmənin olması bu gilədən ifrazatın gəlməsinə səbəb ola bilər və bunların hamısı aydınlaşdırılmalıdır. Əgər heç bir patoloji bir durum yoxdursa, onda baş verən vəziyyət fizioloji norma kimi qəbul olunur və zamanla 2-3 il ərzində keçib gedir.